Mənim lütfen görə bilirsiniz də belə. Ay görüm. Aha. Ən birinci başlayan bu üç suların ən başdan bir təzədən izah eləməyə ki, sizə də bir dəfə də üstündən keçmiş olar. Baxın, ən birinci beyin həmləsi iş soludur. Bunun ikinci adı həm də əqli hücumdur. Əqli hücum. Ondan yazdım, sonra dəftərimi köçürdüm. Aha, bəli. İkinci adı odur ki, əqli hücum. Baxın, biz burada bu iş üsulunu şagirdə başa salarkən, şagirdə bir dənə problemli situasiya veririk. Yəni, bir dənə sual veririk. Onun ətrafında şagirdlər öz ağıllarına gələn ideyaları, mümkün həll variantlarını, məsələn, necə deyim, uyğun gələn assosiasiya və sözləri ortaya atırlar. Assosiasiya söz deməkdir. Amma söz yığını. Baxın, məsələn, tam deyirəm ki, evdə çörək yoxdur. Nə etmək olar? Məsələn, biri deyər ki, gedib marketdən çörək alaram, yemək çörəksiz yeyərəm, çörək bişirərəm. Evə gələn biri varsa deyərəm ki, məsələn, evə çörək al gətir. Görsünüz, bir dənə problemli situasiya oldu və bir neçə fərqli fikir səsləndirildi də. Buna beyin həmləsi üsulu deyilir. Şagirddə müstəqil düşüncəni inkişaf etdirir, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirir. Şagirdlərdə hər hansı bir situasiyadan, yəni problemdən çıxış yolunu öyrədir beyin həmləsi iş üsulu. Daha sonra gəlir Venn və yaxud da Euler-Venn diaqramı. Venn və ya Euler-Venn diaqramı. Bu iş üsulu ən çox riyaziyyat, tarix, Azərbaycan dili, ədəbiyyat dərslərində istifadə olunur. Oxşar və fərqli cəhətləri müəyyən etmək üçün istifadə olunan bir iş formasıdır. Məsələn, deyək ki, 2 dənə dövlət olur, tarixdən misal olaraq verir. Məsələn, musiqidə də ola bilər. Zöhür Hacıbəylinin əsəri ilə, məsələn, deyək ki, Müslüm Maqamayevin hər hansı bir əsərinin oxşar və fərqli cəhətdən. Oxşar cəhəti nə ola bilər? Məsələn, melodiyası ola bilər. Fərqli cəhəti ola bilər ki, biri məsələn yazılıb tam 10-cu əsrdə, biri yazılıb 11-ci əsrdə, misal olaraq deyirəm də. Oxşar və fərqli cəhətləri müəyyən etmək üçün istifadə olunan iş üsulu Euler-Venn diaqramı iş üsuludur. Daha sonra gəlir Sokrat dialoqu. Bu sual-cavaba əsaslanan iş formasıdır. Sokrat dialoqu. Yəni bu nə deməkdir Sokrat dialoqu? Sokrat dialoqu sual-cavaba əsaslanan strategiyadır. Yəni biz burada bu iş üsulu həm müəllim şagird arasında, həm də ki şagird arasında da ola bilər. Sual-cavaba əsaslanan məsələn bir-birindən suallar ünvanlayırlar. Yəni bu prosesi sonsuz olaraq davam etdirmək olar. Məsələn müəllim şagirdə sual verər, elə ayda özümüzdən götürək. Mən sizə sual verəcəm, siz cavab verəsiniz. Mən sizə yeni bir sual verəcəm, yaxud da siz mənə başqa bir sual verəsiniz. Yəni bunu sonsuza qədər davam etdirmək olar. Buna qısaca sual-cavab texnikası da deyilir. Əvvəlcə keçiriləcək mövzuya uyğun məsələn müəllim suallar hazırlayır. Həmin suallar açıq tipdə də yazıla bilər. Suallar şagirdin səviyyəsinə uyğun olmalıdır. Şagirdlərə sualı səsləndirəndən sonra mütləq ki onlara gözləmə vaxtı verməli. Yəni bu 5-10 saniyəni əhatə edir. Son dəqiqə yəni suala fikirləşməyə oxumuşdum. Bəli. 5-10 saniyə mütləq ki şagirdə sual verirsə, ona gözləmə vaxtı vermək ki, şagird düşünsün. Yəni yox, sualı verir, tez cavabını istəsək, şagird məsələn bilməyə bilər. Növbət səfər düşünərkən onsuz da müəllim gözləmə vaxtı vermir. Mən düşünə bilmirəm. Məsələn başqası tez yerdən qalxıb cavab verir. Bir də məsələn dərsə hazırlaşmaz. Heç bir zaman heç bir suala cavab vermək istəməz. Bu olur Sokrat dialoqu iş üsulu. Qızıl dairə 4N iş üsulu var. Qızıl dairə. Bu iş üsulu şagirddə oxuyub anlamanı, dinləyib anlamanı əhatə edir. Məsələn, necə deyim, tam şagirdə bir layihə hazırlayacaq. Onu olduqca səmərəli etmək üçün şagirdə bir mətn verilə bilər. Onu oxuyub anlamasını inkişaf etdirmək üçün istifadə olunan iş üsuluna qızıl dairə deyil. Yəni nitqimizi dəqiq və aydın şəkildə müəyyənləşdirməyə imkan yaradan bir iş üsuludur qızıl dairə. Şagirdlərdə məntiqi təfəkkürdür, problem həll etmə, tənqidi təfəkkür, əsas fikir müəyyənləşdirmə kimi bacarıqları formalaşdırır. Proqnozlaşdırma iş üsulu əsasən dil ədəbiyyat dərslərində istifadə olunur. Proqnozlaşdırma. Bu bir şey haqqında sanki proqnoz verirsiniz. Baxın, tutan bir dənə əsər olur. Onun haqqında məsələn yarıya qədər mövzunu oxuyursunuz. Ədəbiyyatda bir dənə əsərdir. Onu yarıya qədər oxuyursunuz. Sonra deyirəm ki, yarıda kəsik deyirəm ki, sonu necə davam etdi. Siz ona proqnoz verirsiniz. Yəni öz fikrinizi bildirirsiniz. Məsələn, tutam arxası belə davam edə bilər də. Öz fikrinizi, hadisənin necə getdiyini, necə cəryan etdiyini öz təxəyyülünüzlə
cavab verirsinizsə, bu olur proqnozlaşdırma, dəyərləndirmə və tənqidi təfəkkürü inkişaf etdirir. Ziqzaq iş üsulu böyük mətnin qısa zamanda öyrədilməsinə deyilir. Ziqzaq. Bu nədir? Bir dənə mətn verilir şagirdlərə. O mətnin əsasında şagirdlər iki qrupa bölünür. Məsələn, doğma və ana qruplar. Qrup daxilində 1, 2, 3, 4 sayırlar və birlər bir yerə, ikilər bir yerə, üçlər bir yerə, dördlər bir yerə yığılır. Və bununla da şagirdlər məsələn, mətni hər qrup öyrənir. Daha sonra isə ümumiləşib mətnindən bir nəticə çıxarırlar. Yəni, hərə öz öyrəndiyini dəyişir, danışır və bununla da böyük bir mətni qısa bir zamanda öyrənmiş olurlar. Aşıq və hadisələr, müəllimə, bunu qeyd edib sizə silə bilərəm. Bəli. Digərlərin adını yazmağa görə hamısının adını buraya yazacağım ki, ümumiyyətlə axıra qədər izah edəcəm bunu. Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Bu nədir? Baxın, tutalım ki, bir adi əşya və hadisələrdə, baxın, tutalım, dərsi keçən səfər izah edəndə demişdim, yağış yağır. Bu yağış bir hadisədir. Bu hadisəyə, məsələn, hər kəs bir fərqli baxa bilər. Məsələn, mən düşünürəm ki, yağış yağır, bugün işə necə gedəcəm, heç yaxşı olmadı. Məsələn, evdə bir xanım sonra düşünür ki, yağış yağdı, patar yumuşdu, məsələn, patarlarım qurumayacaqdı. Taksi şoför düşünür ki, məsələn, yağış yağdı, bugün müştərim çox olar. Çox olacaq. Bəli. Çətir satan düşünür ki, yağış yağır, bugün çox çətir sataram. Yəni, hər kəs bu işə fərqli bir perspektivdən baxdı da. Yəni, hərə müxtəlif bir fikirlər yanaşdı ki, yəni bu hadisəyə yağış yağma nəticəsində nələr baş verə bilər. Auksion iş üsulu ən çox ibtidai siniflərdə həyata keçirilir. Buna həm də ki, ən çox ibtidai siniflərdə həyata keçirilir. Bu, hərraca çıxarmaq kimi deyilir. Məsələn, bəlkə filmlərdə falan görmüşsünüz, bir dənə qədimi əşya olur. Məsələn, onu bir neçə adamın içində ən sonuncu yüksək qiymət deyən həmin əşyaya. O əşyanı həmin şəxs məsələn alır da satılır. Auksion da onun kimi bir fikirdir. Müəllim bir dənə sual verir. Məsələn, 1, 2, hərə bir fikir səsləndirilir. Ən sonuncu fikri deyən qalib olur. Bu, şagirdlərdə dinləyə bağlama bacarığı, köhnə bilikləri istifadə etməkdir. Assosiasiya, yəni söz yaratmaq bacarığını inkişaf elətdirir. Daha sonra əşyaların qeyri-adi istifadəsi var ki, bu hansı iş üsuludur? Baxın, tutalım ki, əşyaların qeyri-adi istifadəsində əşyaların qeyri-adi istifadəsi. Baxın, tutalım ki, kağız parçasıdır. Mən ondan yazı yazmaq üçün istifadə edirəmsə, balaca uşaq ondan özü üçün təyyarə düzəldə bilər, gəmi düzəldə bilər və yaxud da müxtəlif bir şeydə istifadə edə bilər. Bu da hər hansı bir əşyanın müxtəlif fərqli variantlarda istifadə olunmasına deyilir. Qərarlar ağacı iş üsulu isə odur ki, yenə burada bir problemi üstüyə qoyulur qərarlar ağacında. Sadəcə burada ardıcıllıq var. O ardıcılığı mütləq bilmək lazımdır ki, məsələn, birinci problemin nə olduğunu müəyyənləşdirir. Daha sonra həmin problemi beyin həmləsi ilə mümkün həll yolları səsləndirilir. Həll yolların müsbət və mənfi tərəflərini öyrənirik. Daha sonra 3 həll yolu saxlayırıq. 3 variantdan birini seçirik. Ən sonunda isə onu qərar verib qiymətləndiririk. Yəni, bu qərar ağacın bu ardıcılığını mütləq şəkildə bilmək lazımdır. Daha sonra gəlir sinektika. Sinektika Yunan dilində müxtəlif cinsi elementlə qarşılıqlı əlaqəsi deməkdir. Sinektika, yəni bu nədir? Bu metod sosial-psixoloji motivasiyanı artırır. Yəni şagirdlər bir mövzu ətrafında müzakirə olunur, onun hər yolları, kreativ yolların tapılması deyilir. Yəni tam ki, mən deyirəm ki, mən istəyərdim ki, bu məsələyə bu cür yanaşam və yaxud da mən istərdim ki, bu işi başqa bir formada yerinə yetirəm. Daha sonra nə olardı əgər? Bu iş üsulu cütlərlə aparılan iş formasıdır. Nə olardı əgər? Məsələn, tam deyirəm, dünyada su olmasaydı nə olardı? Dünyada işıq olmasaydı nə olardı? Məsələn, yaxud da ki, dünyada ağaclar olmasaydı nə olardı? Görürsünüz, fərqli və kreativ düşünmədə cavabı hərə üçün fərqli bir məna kəsb edən düşüncələri əks etdirirsə, bu olur, nə olardı əgər iş üsulu. Daha sonra gəlir Freyer modeli. Freyer modeli.
Bu bir neçəsinin adını yazın, ümumi onlar haqqında danışım. Fryer modeli, daha sonra Sinkveyin, anlayışın çıxarılması, klaster, karusel, klaster. Bunlar haqqında danışacağım. Fryer modeli odur ki, söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunan iş vərəqləridir. Yəni, dördbucaqlı modeldə deyilir buna. Məsələn, deyək ki, bir ədad haqqında hərə öz fikrini yazır. Burada, məsələn, ədadın məna növlərini, antonimini, izahıdır, sinonimi kimi. Yəni, bir mövzu ətrafında dörd tərəfində onun haqqında məlumatlar yazılırsa, bu olur fryer modeli. Yəni, bir şeyin analizini aparmaq kimi təsəvvür olunur. Sinkveyin beşlik deməkdir. Bu üsul az sözə fikrin lakonik formada ifadəsinə deyilir. Məsələn, əvvəlcə bir mətn verilir. Həmin mətnin fikir haqqında bir isim, iki sifət, üç feil, 4 sözdən ibarət bir cümlə yazılır. Təzən bir də başa qayıdıb onun haqqında bir isim yazırıq. Bu olur Sinkveyin iş üsulu. Anlayışın çıxarılması iş üsulu odur ki, qıraqda fikirlər yazılır, ortadakı fikir istəyir. Məsələn, qıraqda yazılan çiyələm, qarpız, moruq, böyürtkən. Bunlar ümumi olaraq hamısı nə gedir? Meyvə gedir. Yəni, qıraqda yazılır. Baxın, tutam ki, belə çəkirəm. Burada sualdır. Burada hamısında yazılır nə olduğu. Bu yüzden ortadakını istəyirsə, bu olur anlayışın çıxarılması. Karşın iş forması bircə öyrənməni təmin edir. Şaxələndirmə deməkdir. Həm də şaxələndirmə deməkdir. Karusel qrupla keçirilən iş formasıdır. Burada yoldaş qiymətləndirilməsindən istifadə oluna bilər. Klaster isə şaxələndirmə iş üsuludur. Burada da mövzu verilir. Baxın, tutan belə meyvə. Meyvə. Mövzu verilir. Bunun haqqında qırağında fikirlər yazılırsa, bu da olur klaster iş üsulu. Bu da klaster iş üsulunun açar sözü var ki, aktivləşdirmək üçün istifadə olunan sözü görsəz, bu klaster iş üsuludur. Daha sonra keçirik digər iş üsullarına. Ən çox mövzu olan bu deyil müəllimə? Nə qədər? Bəli, iş üsulları həqiqətən çoxdur. Məmə, bizə də qüsurlu sayın.